Derdi. Yarım saatdə birinci Aha, hissə. yarım saatda. Hissələr arası fasiləmiz nə qədərdir? 10 dəqiqə. Oyunçu vəzifəsini düzgün yerinə yetirməyən oyunçuya hansı xəbərdarlıq tədbiri görülür? 2 dəqiqəlik cəza 2 dəqiqəlik cəzada hər hansısa bir kartdan istifadə olunurdu. Xeyr. Aha, təşəkkürlər anam. Sağ olun. Siz sağ olun. Müşfiq müəllim, Müşfiq Bağırov. Həmişə axıra qalsın, gəl qardaş. Salam müəllim, Salam, axşamınız xeyir olsun. Sağ olun, siz yaxşı olasınız. Müşfiq müəllim, sərbəst zərbədən qol qeydə alınır. Bəli müəllim. Sərbəst zərbə xətti ilə qapıçı meydançası arasında olan məsafə nə qədərdir? Mən demək 3 metr müəllim. 3 metr olacaqdı. Yaxşı. 6 metr cərmədir, 9 metr də burada, 3 metr. Yaxşı. İstər hücum edən komanda olsun, istər müdafiə olunan olsun, fərqi yoxdur. Qapıçı meydançasına daxil olmasına icazə var. Xeyr müəllim. Aha. Qapıçı meydançasında yerləşərək bədənin hər hansısa bir hissəsi ilə topa toxunmasına icazə verirlər qapıçıya. Xeyr müəllim. Niyə nə qarır? Qapçıya yoxsa oyunçuya? Qapıçıya. Qapçıya, hə. Qapıçıya icazə verirlər. Topsuz halda qapıçı meydançasını tərk eləməyə icazə verirlər, topsuz halda. Topsuz halda bəli. Ayso, top neçə kateqoriyada olurdu? 3 kateqoriyada. 3 kateqoriyada olurdu. Oyun zamanı meydanın istənilən yerində 100%lik qola qarşı olunarsa oyun necə davam edirdi? 7 metrlik penaltı. 7 metrlik penalti zərbəsini yerinə yetirən oyuncu 7 metrlik xəttdən neçə metr arxaya gedirdi? 1 metr gedə bilər. Yan xəttdən birbaşa qol qeydə alınır. Yan xəttdən xeyr müəllim. Niyə? Bilən yox. Alınır. Alınır deyil. Yan xəttdən birbaşa qol qeydə alınırdı. Bəli. Oyun bərabərə bitərsə püşçatma olur əsas yerinə və hissə arasındakı vaxt fasiləsində. Bəli müəllim. Əsas 5 keçək. Əsas hissənin əlavə hissə arasındakı vaxt fasiləmiz nə qədərdir? 5 dəqiqə müəllim. 5 dəqiqə idi, bəli. Hər qapıya neçə metr penalti zərbəsi vurulurdu? 5 müəllim. 5. Kişilər neçənci ildə keçirilən Olimpiya oyunları proqramına daxil oldu? Müəllim 36 idi səhv eləmirəmsə. 1936-cı ildə keçirilən Olimpiya oyunları proqramına daxil oldu. Təşəkkürlər müəllim. Sağ olun müəllim, Allah razı olsun. Siz sağ olun. Məftun Qasımov. Məftun müəllim. Fəz müəllim, axşamınız xeyir. Axşamınız. Fevral qrup fon dərsi saat neçədə başlayacaq? Bəli müəllim, mən burada. Başlayıb müəllim. 1, 3, 5 saat 10-dan 12-yədir. 2, 4. Saat 10-da. Hə. Zəhmət olmasa müəllimdən sonra mən sual Yaxşı. verər sizə. Aha. Məftun müəllim. Aha. Mənim dinləyirəm mən sadəcə. Hə, tamam. Onda Dəniz müəllimə səsiniz açın. Hə. Dəniz müəllimə meydançanın ölçüsü neçəyədir? 40-ın 20-yə. 40-ın 20-yədir. Yaxşı.